Can bacı can demişəm buraları təmizləyənə qədər. Bu blogerlərin işi çox çətindir. Təmizlik olanda 5 dəqiqə eləyirsən qutarır. Elə ki çəkmək olur ha. İnan Allaha. Bəy bezmişəm. Yerə yurda baxmayan, etdiklərim bütün yerdə yurdadır. İndi keçirəm buraları təmizləməyə. Qızlar, demək buranı çəkdim əslində. Düzəltmək istədim, editləmək istədim. Proqramdan o qədər də başım çıxmadığı üçün demək olar ki silindicəkdir. Nəysə, buzdolabının buz yeri gözün, yuxarı gözün təmizlədim. Artıqları atdım. Keçdim aşağıya. Aşağını demək olar ki təmizləməmişəm, hələ əl vurmamışam. Nədir? Artıq hər şey vardı. Demək olar ki qalıb. İndi bunu keçiş təmizləyək. Demək qızlar, bu ayrandır. Nə vardı hələ? Götürürəm. Evladımın qoyduğu, oğlumun qoyduğu sudur özünə. Götürdük. Ondan sonra bu tomatdır. Tomat pastasıdır. Bu nədir? Bu çiyələk mürəbbəsidir. Bu nədir? Bu da qoz mürəbbəsidir. Demək, bu məcundur. Yoldaşım üçün hazırladığım məcundur. Mədə üçündür, mədə bağırsa olsun. Bu qarağat mürəbbəsidir. Demək, bu pendirdir. Biz pendiri belə alırıq burada. Bu pendirdir. Çox gözəl dadı olur. Belə alırıq yarım kilo. Demək, qızlar, bu qatıqdır. Manda qatığı. Azərbaycanlıların yəqin ki camış qatığı gedir. Bilmirəm dəqiq nədir, amma baxın. Böldüyümə rəğmən sulanmayıb, sulanma getməyib. Və yenə burada qoz mürəbbəsi var. Və yenə burada qoz mürəbbəsi var. Evet. Bu gülqəndidir. Rayondan gətirmişəm. Bunu bişirmişəm, ayırmışam uşaqlara ki yesinlər, biraz sərinləsin, yesinlər. Bu nədir burada? Qəlibdir. Nədir? Bu da sodadır, sirap yəni. Bu da stalişinidir. Buna bir qarok vurmamışam. Evdə sevmirlər qaroku deyə vurmamışam. Demək, bu da nə vaxtdan qalan pendirdir. Bu da gülqənddir, balaca qabdır. Bu da gülqənddir, balaca qabdır. Demək, bu da qatıqdır. Bu da yufqadır, yəni lavaş. Bu da nədir? Bu da keçi boynuzudur. Bu da it burnudur. Bu da ərik qurusudur. Qızlar, keçdim aşağı gözlər. Demək, bu qışdan qalan nədir, leç oldu. Bu nədir, heç bilmirəm bu. Bu da qışdan qalan marinatdır. Demək, bir dənə xiyar. Bu pomidor. Bir dənə pomidor. Xiyar. Kök. Klok. Və bu da çaşır. Qapısında da nə var? Demək, bu nədir? Mısır unudur. Qızartmalarda istifadə edirik. Onlar yer yoxdur, baxın, yer yoxdur. Onun üçün burada göstərirəm, təmizləyəcəyəm. Bu bəkməzdir, keçib boynuzu bəkməzdir. Bu cemdir. Bu cəviz mürəbbəsidir. Mayonezdir. Bu da çedar sosdur. Vəssalam, burada da limondur, hamıda olduğu kimi. Burada yumurta yoxdur, yumurta yeridir. Her şey götürüp bırak. Götürün yani. Hiç yoktu. Dağılıp gidip iyice. Demek kızlar temizledim, sildim. Bunu bir de sileceğim. Bura bitsin. Sonra bunun kapısını, keseceğim kapısını. Demek kızlar buzdolabı yeni olduğu için kapıları açılmayıp bunları indi açam. Gözler, demək buzdolabının buzluq yeri belə oldu. Yaydı deyə bunu bişirib yeyə bilmirəm. Bunu hədiyyə veriblər. Demək, sərgiyə saldım buzluğu. Tərəfdə belə sərgiyə saldım demək.